Bugünlərim dim götürür hansısa şagirdin, apellyasiya siz müraciət eləməlisiniz. Dim götürüb bugünlərim hansısa şagirdin, sizdən və başdan el arasında dedilər, İlan Qurbağa dəstini deyir ki, buna baxın, bu elə apellyasiya şikayət edib, bəli, apellyasiya şikayəti vermək hər kəsin haqqıdır. Bu boyda dimin, bir suallarda, hər il hansısa sualda, hansısa məsələylə bağlı bir problem çıxması, bu artıq böyük bir siqnaldır. Mən yenə də bizim, üzr istəyirəm, bizim heç bir qurumdan, dostlar, bir daha xatırladıram, nə mən uşağım imtahan verir, nə kimsə, xeyr. Sadəcə jurnalist olaraq, yəni bu faktdır, bu faktın konstatasiyası. Hər il dim imtahandan sonra nələrsə əmmallar çıxır, amma dimdən yapışıblar ki, burada bilinmir ümumiyyətlə uşağın nə yazdığı. Biri var çətin sual, normal anlayışdır, asan sual var, çətin suallar. Biri var dolaşıq sual. Biz dolaşıq sual yazmaqla nəyi yoxlamaq istəyirik, nəyə özümüzü kimə sübut eləməyə çalışırıq, uşaqları niyə çətin... Dolaşıq sualın cavabını bilməmək hələ o uşağın hazır olmaması demək deyil. Biz çətinliyi çəkmişik dolaşığa. Vallahi özümüzü yoxuşa sürürük.